Bugünkü dərsimizi açıqlayım. Bəli, maraqlı olsun. Bugünkü dərsimizi çox sevəcəksiniz. Bəli. Bizim bugünkü dərsimiz həyətdə dərs keçmək. Bəli, gedirik həyətə. Sizi həyətə gətirdim. Bəli, bayaq sinifdəydiniz. Sehirli çubuğumdan sizi həyətə gətirdim. Ona görə ki, bugünkü dərsimiz həyətdə olacaq. Həyətdəki dərsimizin özəlliyi nədir? Sözümü dinləməyəni bundan döyəcəm. Mən çubuğunuzu satırdınız. Bəli, Evcan. Uğur, sözümü dinləməsəz döyəcəm bundan sizi. Həyətdəki dərsimizin özəlliyi nədir? Uşaqlar, bir ətrafınıza baxın. Ağacların gözəlliyinə, yarpaqların incəliyi, fərqliliyinə bir baxın. Uzaq yola gedəndə telefona baxırsınız, yoxsa mənzərəyə baxırsınız? Baxıram telefona baxıram. Məncə əllərlə eləyəcəksiniz. Amma əllərlə eləməyin də. %100 yola çıxanda fərqi yoxdur. Peşkom gedirsən, fərqi yoxdur. Maşınla gedirsən. Ətrafa baxın, gözəlliklərə baxın. Ən gözəl rəssam uşaqlar Allahdır. Görün necə qəşəng gözəlliklər yaradıb. Bugünkü dərsimizdə ətrafınıza baxırsınız. Hər hansısa bir ağac və yaxud da ki, yarpaq və yaxud da ki, ola bilər masa. Gördüyünüz hər şeyin xırda-xırda rəsmini canlı baxıb çəkəcəksiniz. Yaxşı? Bəli. Burada başlayırıq. Növbəti etap Başqa yer. sehrimizlə gedəcəyik başqa bir yerə. Bəli. Başlayaq. Bəli, başlayaq. Başlayın.